Bugün qərara gəldim ki, İtalyan mətbəxindən pizza hazırlayım. Əvvəlcə hazırladığım xəmiri götürürəm. Bir vaxtlar hamının evində olan qırmızı tvorka, onun sinisini götürürəm. Siniyə və əlimə yağ vururam, yapışmasın deyə. Həmin xəmiri həmin qabın daxilində yayıram. Yaydıqdan sonra sos hazırlayıram. Sos hazırlamaq üçün bir qaşıq tomat pastası götürürəm. Üzərinə su əlavə edə qarışdırıram. Ondan sonra bir qaşıq Mr. Xizeka mayonezindən götürürəm. Burada reklam ola bilərdi. Qarışdırıb tam həll etdikdən sonra alınan qarışımı pizzanın hər yerinə çatacaq şəkildə yayıram. Yaydıqdan sonra əvvəldən doğradığım biberləri əlavə edirəm bərabər şəkildə. Əvvəldən bişirdiyim toyuğun döş ətini də eyni qaydada əlavə edirəm pizzanın üzərinə və pomidorları nazik incə doğrayıram. Eyni qaydada pizzanın üzərinə əlavə edirəm. Burada çalışıram ki, pomidorlardan ortada bir ürək düzəldim, amma alınmır təəssüf ki. Eyni qaydada bunları da əlavə etdikdən sonra Holland pendirini rəndənin böyük gözündə rəndələyirəm və pizzanın üzərinə əlavə edirəm. Və əvvəldən qızdırdığım sobaya qoyuram. Bir neçə dəqiqədən sonra artıq pizzamız hazırdır. Çox ləzzətli görünür. Üstün həndəsə biliklərimlə pizzanı ölçmədən tam bərabər 8 hissəyə bölürəm. Və kənd qatığından evdə qəşəng ayran düzəltmişdim. Eyni qaydada ayranı da süzürəm. Pizza hazırdır. Nuş olsun. İtalyanlar demişsən, buon appetito.